Bugün bayram süfrələrinizə yaraşacaq, görüntüsü gözəl, asan və ləzzətli salat resepti ilə gəldim. Salatı hazırlamaq üçün əvvəlcə qabığını soyduğum kökü və kartofu, yumurtaları qaynamağa qoydum. Daha sonra qaynatdığım ərzaqları sürgəcin iri gözündən keçirdirəm. Servis edəcəyim qaba əvvəlcə kartofu əlavə edib üzərinə zövqə görə duz, isot və mayonez əlavə etdim. Kartofun üzərindən kökü əlavə edərək mayonezləyib qoz ləpəsi səpdim. Qaynadaraq doğradığım toyuq filesini üzərinə əlavə edərək təkrar mayonezlədim. Hər dəfə də duz səpməyi unutmayın. Qoz ləpəsini istər hər qata, istər bir neçə qatdan bir də səpə bilərsiniz. Son olaraq rəndədən keçirdiyim yumurtanı əlavə edib üzərini yaxşıca mayonezləyib kənarlarını da düzəltdim. Bəzəmək üçün nar dənələrindən və şüyüd yarpaqlarından istifadə etdim. Videonu bura qədər baxmısınızsa bəyənib rəy yazaraq səhifəmə dəstək ola bilərsiniz. Qeyd edim ki, ərzaqların miqdarını və ətraflı məlumatı açıqlamalar bölməsində də yazacağam. Şüd və nar ilə hər tərəfini bəzəyəndən sonra bir neçə saat saxlayıb dilimləyərək servis etmək olar. Bu qədər ləzzətli mimoza salatımız hazırdır. Mənim üçün ən asan, amma ən ləzzətli salatlardan biridir. Bəs siz hansı salatı xoşlayırsınız? Rəylərdə yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Allah'a əmanət olun.